Amma ikinci formalar da var. Zahirdə onları ateist olduqlarını bilməzsən, heç ateist yəni də bəzən heç etiraf eləmirlər. Amma gəlir sosial şəbəkəyə, mediaya gəlir yetişir, başlayır İslamı ələ salmağa, İslami dəyərləri məsxərə eləməyə, qeyri-elmi yollarla tənqid eləməyə, bəzən təhqir eləməyə, möminlərə qarşı aqressiya və s. və s. Bunları da görürük biz. İnanmırsan, inanma. Hər kəs öz inancında nədir? Azadır. La ikraha fiddin. Amma inanmırsansa, niyə tənqid, təhqir, qərəz. Onlar hidayət olmayacaqlar. Onlara 100 dəlil gətirsən, hətta Allah bağışlasın bizi bu sözümüzə görə, hətta Allahı göstərsən belə inanmayacaqlar. Çünki onların inançsızlıqlarının başqa səbəbləri var. Mən o sualınıza inşallah azan yetişir. Azandan sonra mən cavab verərəm. Allah qoysa. Onların başqa səbəbləri var. Kök səbəblər var. Daxili səbəblər var onlarda. Elmi səbəblər deyil. Elmi səbəb o birincilərdədir. Allah onlara hidayət eləsin. Bizim onlarla heç bir problemimiz yoxdur və onların da bizimlə heç bir problemi yoxdur. Bu birisilərlə də problemimiz yoxdur. Sən heç ateisti, dinsizi ələ salan bir mömin görmüsənmi? Çıxmır, inanmırsan, inanma. Amma bu ələ salır, bu tarix böcürünü olub. Peyğəmbər və peyğəmbərlər dövründə daim inancları ələ salıblar, məsxərə eləyiblər, məcnun deyiblər peyğəmbərimizə, dəli deyiblər, şair deyiblər, sehirbaz deyiblər. Amma bir yerdə Peyğəmbər əleyhissalamı görməzsən ki, onlara qarşı bir məsxərə eləsin, bir lağ eləsin. Peyğəmbər sünnəsində bu yoxdur. Amma ikinci formalar da var. Zahirdə onları ateist olduqlarını bilməzsən, heç ateist yəni də bəzən heç etiraf eləmirlər. Amma gəlir sosial şəbəkəyə, mediaya gəlir yetişir, başlayır İslamı ələ salmağa, İslami dəyərləri məsxərə eləməyə, qeyri-elmi yollarla tənqid eləməyə, bəzən təhqir eləməyə, möminlərə qarşı aqressiya və s. və s. Bunları da görürük biz. İnanmırsan, inanma. Hər kəs öz inancında nədir? Azadır. La ikraha fiddin. Amma inanmırsansa, niyə tənqid, təhqir, qərəz. Onlar hidayət olmayacaqlar. Onlara 100 dəlil gətirsən, hətta Allah bağışlasın bizi bu sözümüzə görə, hətta Allahı göstərsən belə inanmayacaqlar. Çünki onların inançsızlıqlarının başqa səbəbləri var. Mən o sualınıza inşallah azan yetişir. Azandan sonra mən